Bismillahirrahmanirrahim. Bəqərə surəsi 333. Allah buyurur: Heç kəs gücü çatdığından artıq vəzifə daşımır. İslam dini asanlıq bir dinidir. Allahın bu dində göndərdiyi qayda qanunları, istər əmrləri olsun, istər qadağaları olsun, hər bir kəsin gücü çatdığı qədərdir. Yəni belə deyil, Allah insanın gücü çatmayacağı bir şey desin. Əmr edirsə, insan fitrətinə uyğundur. İnsan onu yerinə yetirə bilər, onun öhdəsindən gələ bilər deyə Allah onu əmr edir. Bir şeydən çəkindirirsə, insan üçün əslində ondan çəkinmək çox asandır. Necə ki, Həzrət Əli əleyhissalam deyir ki, Allah insanı bir şeydən çəkindiribsə, insanı ondan ehtiyatsız edib. Yəni, biz çəkinəcəyimiz şeylər bizim ehtiyac duymadığımız şeylərdir. Əmr edilən şeylər ki var, o bizim ehtiyaclı olduğumuz şeylərdir deyə Allah gəlir əmr edir. Burada insanın boynunda heç bir yük yoxdur. İnsan daşıya bilməyəcəyi bir yüklə yüklənməz. Əks halda Allah bunu edərsə, bu insan üçün zülm olunar. İslam dini asanlıq bir dindir. Asan şəkildə əslində gəlib. Ona görə deyirlər ki, dini çətinləşdirmək olmaz. Diqqətli olmalısan. Nə haramdır, nə halaldır, bunları diqqətlə öyrənib insanlara çatdırmalısan. Birdən çaşıb halal bir şeyə haram deyərsən, ehtiyatlı ol. İnsanlara çətinlik yaratma. Daşıya bilməyəcəyi vəzifəni insanlara yükləmə. Bu dünyada təlim-tərbiyə edilir. Məsələn, uşaqlara təlim-tərbiyə edilir. Valideynlər də övladlarına təlim-tərbiyə etdikdə, bu dünyanın qaydası belədir. Hər kəs bir-birinə təlim-tərbiyə edər. Müdir işçisinə məsələn təlim-tərbiyə edər. Valideyn övladına tərbiyə edər. Bu dünyada, məsələn, bu tərbiyənin ən bariz nümunəsi elə valideyndir. Valideyn övladına tərbiyə edəndə nəyə riayət etməlidir? Övladına daşıya bilməyəcəyi yükü yükləməməlidir. Övladına asanlıq yaratmalıdır. Həyatın asan tərəfini göstərməlidir. Hər bir şeydə onu yükləsin, çətinləşdirsin. Bu övlad üçün bir yük olar, həyatdan bezar olar. Diqqətli olmalıdır burada. Bir növ valideyn Allahın bir missiyasını kiçik şəkildə yerinə yetirir. Necə Allah öz bəndələrini təlim-tərbiyə edir, valideyn də öz övladına təlim-tərbiyə edir. Və ona görə də valideyn diqqət etməli ki, mən övladıma nəyi deyim, nəyi deməyim, ona mən çətinlik verməməliyəm, asanlıq verməliyəm. Həmçinin insanların bir-birindən rəftarında da bu cür olmalıdır, bir-birimizi yükləməyək. Yükləmək təkcə fiziki yük demək deyil, həm də mənəvi yük məsələsi önəmdədir. Kiməsə mənəvi bir yüklə, insanları mənəvi bir yüklə yükləməyək. Valideyn övladını mənəvi yüklə yükləməsin. Bəzən olur valideyn övladın boynuna mənəvi bir yükləyir. Mən sənin valideynəm, sən bunu eləməlisən, onu eləməlisən. Valideynlə məsələn, valideyn gəlir övladından xoş rəftarı olmur, əksinə həmişə qəzəbli olur, övladına qarşı aqressiv olur. Bu cür olmamalıdır. Həmçində övlad da öz valideynə diqqət etməlidir. Ona zülm etməklə valideyni yükləməməlidir. Elə həmçində valideyn də övladına zülm etməklə onu mənəvi yüklə yükləməməlidir. Ümumiyyətlə bu dünyada biz çalışmalıyıq ki, bir-birimizi mənəvi yüklə yükləməyək. Bir-birimizə mənəvi yük olmayaq. Təəssüflər olsun ki, bəzən insanlar bir-birindən qaçır. Səbəb, çünki görüşmək istədikdə görür ki, o mənəvi bir yüklə məni yükləyəcək. Məsələn, mən kimləsə görüşmürəm, çünki bilirəm o gələcək, mənəvi yüklə məni yükləyəcək. Mənəvi yük dedikdə təkcə zülm dedikdə, yükləməklə zülm dedikdə təkcə fiziki yükləmə nəzərdə tutmur. Həm də insanı mənəvi yüklə yükləməməliyik. İnsan rahatlıq axtarır. İnsan asanlığa qarşı, insan daha doğrusu çətinliyə qarşıdır və asanlığa tərəf doğru addım atmaq istəyir. Rahat, tələb bir varlıqdır insan. Əzizlər, bir-birimizə rahatlıq verməliyik. Bir-birimizin huzuru olmalıyıq. Huzur bəxş eləməliyik bir-birimizə. Ailə daxilində həm huzur olmalıyıq, həm dostlar arasında huzur olmalıyıq, həm cəmiyyət arasında huzur olmalıyıq. Bir-birimizə əziyyət verməməliyik. Mübarək Ramazan ayı həmin o aylardandır ki, bu ayda
Oruç tuturuq. Oruç bizim mənəvi bir yük deyil. Amma Allah deyir ki, kim xəstədirsə, oruç tutmaqla xəstələnirsə, xəstəlik şiddətlənirsə, oruç tutmayacaq. Niyə? Allah heç kimə zülm etməz. Onu yükləməz. Mənəvi yüklə yükləməz. Fiziki yüklə yükləməz. Amma oruç tuturuqsa, insanın əgər tutmaq qabiliyyəti varsa, bu demək ki, insanın üçün bu asandır əslində. Allah yükləmir insanı. Bu ayda biz bir-birimizə həm də huzur bəxş eləməliyik. Bu ayda oruç tutmaqla öz daxilimizi gözəlləşdirib başqalarına, yəni bir-birimizə huzur bəxş eləməliyik. Mənəvi yükümüzü azaldırıq. Təbii ki, mənəvi yük dedikdə, yəni mənfi mənada mənəvi yük deyirəm. Mənəvi yükü çoxaltmalıyıq. Daha doğrusu mənəviyyat burada müsbət mənada deyək ki, mənəviyyatımızı təkmilləşdirməliyik ki, həmin o mənfi mənada mənəvi yük aradan getsin. Gəlin bu ayda elə oruç tutaq ki, əlbəttə mən burada kiməsə tövsiyə etmirəm, nəsihət kimi demirəm. Gəlin dua kimi deyim bunu. Allahdan istəyirəm ki, bu ayda bizə elə bir orucun gözəlliyini bəxş etsin. Bizə elə bu tutduğumuz orucun gözəlliyini göstərsin ki, biz təmizlənək, nəfsimizi təmizləyə bilək, bir-birimizə mənəvi yük olmayaq. Əslində bir-birimizi görməklə şad olaq, sevinək, bir-birimizin görüşünə tələsək ki, məsələn, mən filan kəslə görüşmək istəyirəm, o gələcək, mənə bir mənəvi aramlıq verəcək.